Gəlmişik Qaşaltı qəbirstanlığına, bax şəhidimiz Elyəddin Zöhrəbolu Cəfərovun, bax burada uyduğu məzardır, atası ilə, əmsi oğlu ilə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax burada hamısı onun qohum əqrabasıdır, əmisidir, əmisi uşaqlarıdır, əmsinin yoldaşıdır. Bax burada. İndi Baloğlan orada bir maraqlı bir sözdür. Nə deyirsən ki, bax ayın 20-sində, bax Məhəmməd Cəfərov, bu sizin əminizdir, eləmi? Hə, bəli, əminizdir. Nurəddin Cəfərov. Hə, Nurəddin, hə. Nurəddin Məhəmmədoğlu Cəfərov. Bu balaca qardaşıdır, yenə Bu da Cəfərov Cəfər. O da ayın 20-sində. Elyəddinki də ayın 20-sində. Elyəddin də ayın 20-sində. Elə bil ki, bir təsadüfən 20-sində, hə. Anamdır, bu da ayın 20-sində. Ayın 20-sində, hə. Bax, anandır, hə. Bu da, atam da 23-üdür, məsələn, 23-ündə. Hə. Nəsə elə bil 20-23 bizim bu qohum əqrəbələrin. Bu da atandır, hə. Görüm tarixlər hamısı eyni vaxtda düşür. Nurəddin Cəfərov atanız. Allah rəhmət eləsin. Bu da əmindir. Əmimizdir, bu da 26-sıdır. Hə, bax, bunlar. Bu nənəmizdir. Hə, Allah cəmi dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı. Bu Mərziyə balamıza da can sağlığı arzu edirəm. Yaxşı oxu, böyü. Həmişə başını uca tut. Sağ ol. Sağ ol, sağ ol, sağ ol. Çox sağ ol. Sağ olun, sağ olun. Çox sağ ol. Sənə də can sağlığı. Allah canını sağ olasın. Sağ ol, ruhdan düşmə. Hamı dünyasını dəyişəcək. Amma belə oğullar şərəfli getdilər, şərəflə də adı gələndə hamı onların qarşısında baş əyir. Həqiqətən elədir. Allah şəhidimizə rəhmət, sizə də can sağlığı. Sağ olun, var olun.